Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın daha 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq. Qafqaz.info xəbər verir ki, yarışın ikinci günündə Nurəddin Novruzov, Ağanəzər Novruzov, Arseniy Gioyev, Osman Nurmagomedov və Georgi Meşvildeşvili ilk görüşlərini keçirəcək. Bugün həmçinin Orxan Abbasov təsəlliverici görüşə çıxacaqsa, İslam Bazarqanov, Əli Rəhimzadə və Kənan Heybətov bürünc medal uğrunda yarışacaq. Avropa çempionatı aprelin 13-nədək davam edəcək. Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-dək start götürəcək.